Salam əziz və hörmətli dostlar. Çox xoş gördük. Umarım ki, keyfiniz sazdır. Bu gün də istəyirəm ki, sümürgəcinin portresi və sümürgələşdirən portresi haqqında olan kitabı bir səfə bundan oxuyayım. Sümürgəçi istemardır, istemargər, sümürgələşdirilən də müstəmirədir. Farsca bu anlamda gedir. Amma sümürgə dahi çox gözəl anlamı var. Yəni biz istədik anlamı yetirir, o halda ki istemar onu yetirmir. Gəldik 64-cü səhifəyə çatdıq. Bu kitab hududən 60 il bundan qabaq Albert Memmi əli ilə yazılıb ki, Tunislidir və istemar əleyhinə savaşırmış, bunu teorizə eləyibdir. Deyirəm ki, ən başda gələn kitabdır bu haqda. Və istər-istəməz hər kəs milli hərəkətdə inanır, ya Azərbaycana, ya türklərə inanır və onları qurtulmağa, ya onlara haqqa əldə etməyə çalışır. Bu kitabı oxumağa və bu kitabı diqqətlə araşdırmağa məcburdur. Mən əgər danışgahımız olsa deyərəm ki, bu bir 4 vahid dərs ola və habelə bunun əsasında bir təhqiqlər qoyula. Yəni bu qədər bu mühümdür məncə. 64-cü səhifənin ortasında vasatlıq, dünən dedik ki, orta təbəqə deməkdir. Təbəqə kəlməsi ərəbcə sözdür. Təbəq sözündən gəlir, fikir edirəm, təbəqə olmaq və bir-birinin üstündə olmaq adındadır. Yəni mənası eyni saxtımanlar ki, məsələn 10 təbəqədir. Hər təbəqə o birisi təbəqənin ayrıdır və bunlar bir-birinin üstündədirlər. Buna ərəbcə və farsca təbəqə deyirlər. Bilmirəm əlbəttə dəqiqən ərəbcədə nədir, çünki bu termidir, mən bu termi bilmirəm ərəbcədə nədir. Amma söz özü ərəbcə dilindən gəlmədir təbəqə. Avropada, Amerikada buna kilas deyirlər. Bu ki, insanlar da İranda, hətta mən burada bir dərs oxurdum, şey dövrəsi, araşdırma, araşdırmalar, təhlillərin analizi. Bunu şey edirdim, oxurdum. Burada mən özüm bu şeyə yetişdim ki, modern teknoloji ilə çalışırlar, bir təbəqə yaradalar. O təbəqə ki, məsələn, Apple alırlar. Bunlar onu almaqla özləri bir fərqli kilas görürlər. Necə ki, məsələn, birinin mobaylı ən son modeldir, özün fərqli görür o adamlardan ki, mobaylıları köhnədir. Və bu bir özün bir təbəqə hiss edir, kilas hiss edir. Əslində deyir, mənim filanın kilası var. Yəni filan kəs məsələn filan model giyinir. O insanları bölür, yəni ondan bölür, özünə bir üstünlük qazanır ondan, özün fərqli görür. Buna kilas deyirlər Avropada ki, İranda da bu pis bir anlamda, daha pis anlamda yayılıbdır. Amerikada, Avropada olan kilas çox pul səviyyəsindədir, savad səviyyəsində əsla deyil. Yəni, məsələn, burada heç kəsə döhtür mühəndis demirlər. İşinin üstünə geçsən, tamam, döhtürə deyirsən ki, məsələn, doktor mənim filan yerim ağrır. Döhtür mənim filan yerim ağrır, ya filan dərdim var. Amma namə yazırsan həmən adama, yazmırsan döhtür filan kəs. Məsələn, bizim döhtürümüzün adı, məsələn, Albertidir. İstəyirsən yazırsan, Albertə bir e-mail yazırsan ki, məsələn, mənim azmayışımın vaxtidir, ya dava dərmanımın, ya hər nə mənim. Ya mənə bir vaxt versəni görüm, deyirsən ki, əziz və hörmətli, ya sayğın, məsələn, Albert. Döhtür və necə ki, danışqahlarda, kolleclərdə də adamlara döhtür ləqəbi verməzlər, danışmazlar. Elə o adam, hətta kiçik adı ilə çağırarlar. Məsələn, adamın adı Albert filan kəs. Burada elə Albert deyərlər, yəni çox səmimi vəziyyətdə bunu çağırarlar. Amma İranda savad özü də, yəni pul və sərvətdən əlavə savad özü də bir şeydir, bir kilasdır, bir təbəqədir İranda. Savadsızlar və savadlılar. Məsələn, ondan sonra da savad
nə mənədə? Yəni hətta döhdürlük özü bir klassdır, mühəndislik bir ayrı klassdır, məsələn vəkillik bir ayrı klassdır, yəni hüquq. Hərəsi bir özünə bir klass bilir. Bunu bir klass bilirlər. Bu Avropada da bir növ var. Yəni hər sınıfın türkçəsi buna sınıfı deyilir. Fikirlərim ərəbcə dildə sınıfı deyiləcək. Sınıf özü də yenə də təbəqə anlamındadır və ərəb sözdür. Biz bunu bölüm gətirsək daha yaxşı olar. Ya qat gətirsək daha yaxşı olar. Amma hər halda bizim termin, görək Türkiyədə term nədir, onu biz aparacağıq. İndi kitabda gəlib yetişibdir. Orta təbəqə haqqında istəyir danışsın. Mən bunun baxdım görüm vasatlığın farsça müadili nədir? Farsça müadili orta kilas ya rəiyyət. Rəiyyət olanda dostlar, baxın iki yerə bölünür toplum. Bir hakim, bir də rəiyyət. Bir hakim, bir citizen. Şəhərvənd. Ya vətəndaş. Diqqət buyursunuz. Rəiyyət bugün vətəndaş anlamında da indi o mənada ki rəiyyət 100 il bundan qabaq, 150 il bundan qabaq var idi. O mənada indi vətəndaş yoxdur. Fərqli vətəndaş var. Amma diqqətlə baxanda görürük elə adı dəyişibdir. Bizə deyirlər ki, nə fərqi var? Məsələn, biz deyək ki, Rıza Şah dövründə də vətəndaş deyildik. Haqqımız yox idi insan olaraq. İndi də eyni elə həmanda haqqımız yoxdur. Dövlət hangi qanunu, məsələn o zaman şahın iradəsi idi. Şah iradələrdə hər nə iradəliysə millətin boynuna qoyardı. İndi bir məclis var, bir qanun var, amma yenə şah ya o ayətullah o başda oturubdur, nə dəstur versə yenə həmandır. Birini əfv eləyə bilər, birini edam eləyə bilər, birini müharib elam elər, birinin malın gücün əlindən alar. Yenə nə fərq oldu? Yəni biz indi də rəiyyətuq, yəni həman anlamda. Amma indi gələk görək ki, bu kitabda mən istəmirəm özümün İranı təhlil edeyim. Çox istəyirəm ki, bu kitabdakı yazılanları oxuyaq və öz düşüncəmi də buna görə deyim ki, mən nə düşünürəm. Səfənin ortasında, 64-cü səfənin ortasında vasatlıq. Dəqiqən ərəb sözüdür. Ərəblər vasat deyirlər, bunlar deyirlər vəsat deyirlər. Vəsatlıq yəni ortada olmaq, orta. Türkçəsi ortadır, ortada olmaq. Mənə belə gəlir ki, orta təbəqiyə, İranda deyirlər təbəqi vəsat fikrim elə deyirlər. İndi bunu mən indi yadımdan çıxartdım ki, nə deyirlər. Sümürcədəki topluluğun ən iyilərinin sürəkli oradan uzaqlaşması sümürcədə qalanların ən sıx görülən karakteristik özelliklərindən birini açıqlır vasatlıq. Vasatlıq sözü deyir ki, nəyi açıqlır? İstəyir bunu məna eləsin. Deyir ki, bunun vəsatlıq sözünün içindəki olan məna nədir? Deyir ki, sümürcədəki topluluğun dedik ki, bəzi yerlərdə topluluq var, bəzi yerdə topluluqlar var. Topluluqla topluluqların fərqi nədir? Topluluq bir ulus ola bilər, bir düşüncə ola bilər, amma topluluqlar neçə düşüncə, neçə ulusdan ola bilər. Ulus da millət. Sümürdəki topluluğun ən iyilərinin, oradakı ən iyi adamlar, bireylər. İyilər olur bileylər. Bireylər, adamlar, tək-tək adamlar. Sürəkli oradan uzaqlaşması. Deyir ki, onlar ki, ən iyiləri ki, o sümürcədən qaçırlar. Azərbaycandan ən iyilər qaçırlar hara? Farsistana. Ən iyilər kimlərdir? Ən başda gələn sərvətlilərdir. Dövlət məmurlarıdır, savadlılardır, dərs oxuyanlardır, bir də işləyən gücdür, yəni karicərlər. Baxın, bunlar rütbə ilə baxsa, bunlar burada Azərbaycandan qaçırlar. Ən iyiləri sürəkli oradan uzaqlaşır, uşaqlaşması, bir də uzaqlaşması, yəni oradan gedirlər da, indi nə bəhanə ilə? Dərs oxumaq bəhanə ilə, xəstədir, mərizdir, o bəhanə ilə gedir, döhdürə orada qalır, ya nə bilim, pulunu aparır ora, orada çox mənfəət verirlər, ya az maliyyət vergi alırlar, nə bilim,
Orada iş çoxdur, burada iş yoxdur, işsizlikdən dolayı köçür oraya. Bunlar ya məsələn dərs, burada bəzi dərslər yoxdur, ora gedir. Sümürcədə qalanların ən sıkı görülən karakteristikləri, özəlliklərindən birini açıqlır. Deyir, qalanların da ortalıq, vasatlıq, o sümürcədə yaşayanların da ən sıkı görünən, sıkı yəni çox, ən sıkı görünən, yəni sıkı yəni dalbadal, bir şeyi sıxsaz bir-birinə yaxın olar. Ha bu, məsələn deyək ki, qatığı töhmüsüz torbaya sıxırsız, bu bir-birinə yaxınlaşır, suyu gedir, yaxınlaşır, sıxı olur bu. Hər nə qədər, yəni çox, hər nə qədər çox görünən, ən sıkı görünən karakteristik, şəxsiyyət. Şəxsiyyət iki gözümüzlə görürük. Türkçədə şəxsi deyəndə, kişi deyəndə olur şəxsiyyət. Şəxsiyyət fərq eləməz ki, xanım olsun, ağa olsun. Onun bir karakterləri, bir əməlkərdir deyərək də. Karakter məsələn, çox görünən sifətləri. Karakter belə desək yaxşıdır. Sifətləri, sifətləşdirilən özəllikləri hansısı? Deyir ki, bunu açıqlar. Vəsətlıq bunu açıqlar ki, onlar iki buradan çıxırlar, gedirlər və onlar iki qalıblar, onların içində çox görünən sifətlər. Məsələn, dövlətə yaltaqçılıq sifətlərdən biridir. Dövlətə yaltaqçılıq elərlər. Dövlətə istihdam olmaq istərlər. Gəlirləri dövlətə bağlansın istərlər. Niyə? Çünki istəyirlər özlərinə bir əmniyyət dairəsi qazanalar. Güvən dairəsi qazanalar ki, dövlət onlara daha çox baskı qoymasın. Dövlət desin ki, bu bizdəndir. Ya dövlətə bağlı olan təşkilat. Bu izləmin bəlkə də safca bir hayal kırıklığıyla iyice böyüyür. Bu izləm, biz ki, izləm nə demək dostlar? Müşahidə. Farsca müşahidə. Topluma dururuq, topluma baxırıq. Məsələn, indi durmuşuq, baxırıq ki, Azərbaycanda yaşayanlar kimlərdilər? Sümürcədir də Azərbaycan. İran və Farsların sümürcəsidir. Baxırıq, görürük ki, pullular gediblər. İşsizlik hakimdir. Onlar iki cavandılar, iş için gediblər ora. Onlar iki burada qalıblar, dövlətə işləyirlər ya da bəzilərinin xüsusi işləri var. Biz bunu nə edirik? İzlirik. İndi izləmin, yəni bu müşahidənin elmi yoldur. İzləm elmidə iki şey var dostlar. Təcrübə. Elm dediğiniz fikir əsasında deyil. Buna deyirlər fərziyyə. Fikir olsa, düşüncə olsa fərziyyə. Elm dediğiniz nədir? Təcrübədir. Təcrübə edir. Təcrübə və müşahidə. Baxmaq, göz altında tutmaq. Məsələn, korona bir xəstəlikdir. Əvvəl nədir? Bunu təcrübə edir. Bu mərizçilik gəlir. Sonra istəyir buna bu dəva tapa, dərman tapa, ya bunun nə cür dəyişilir, onları dördə, bunları göz altında tutur, müşahidiyə tutur. Nə cür yayılır insandan insana gedir, ondan sonra bu insanlarda nə simptomlar, nə əlayim yaradır. Sonra bu əlayim nə cür buna dava dərman tapmaq olar. Bunları azmayışlıqda bunları bir-bir görürlər. Baxın, bu elm budur. Bundan sonra nə mənə varsa bu elm deyil. Teoridir. Buna deyir izləm. Bu izlənim müşahidə. Bəlkə də safca, yəni çox sadə. Bir hayal kırıklığıyla iyice böyüyür. Bir hayal kırıklığı Türkiye'də mən əvvəlin dəfə getdim, dostlar bunu dedilər. Çox təəccüb elədim. Ya nə mənə, bizdə yoxdur bu. Yəni İran ədəbiyyatında hayal kırıklığı yoxdur. Bunu əgər tərcümə eləsək, deyək ki, siz bir şey umursunuz ya təsəvvür edirsiniz ki bir şey olacaq. O olmur. Ya o cür ki istəyirsiniz, o deyil. Bir dana adama aşıqsınız. Ondan bir zihninizdə bir təsəvvürünüz var. Onu gözəl görürsünüz, xoşəxlaq görürsünüz, gülücü görürsünüz, dözümlü görürsünüz, filan bəhman. Evlənirsiniz, gəlirsiniz ya yaşırsınız bərabər, görürsünüz ki bu adam o deyil, dözmür, xoşəxlaq deyil, filan deyil. Bu nə olur? Siz xəyal
Hayal, xiyal, qırıqlığı da, qırılmağı da, xəyal sınıqlığı. Bizdə bu işlənmir. İranda olan millətlərdə işlənmir. İşlənsə də mənim bəlkə yadıma düşmür, amma mən o zamandan elə indi olar bir 20 ildir bunu eşitmişəm. Hələ də var ki, buna bir muadil tapmamışam Azərbaycan türkçəsində. Bizim yəni Güney Azərbaycan türkçəsində, İranda yaşayan millətlər, türk millətlərdə və o birisi millətlərdə də bunu görməmişəm. Hər halda deyir ki, hayal qırıqlığıyla iyice böyür. Bu izləm baxdıqca siz buna o təsəvvüratınız dağılar və iyice bu yekələr, bu iki sümürgədə bu orta nədir? Orta dediyiniz nədir? Buradan qaçanlar. Mən indi yazırdım bir şey. İranın həftədə neçə yüz nəfər gəlirlər Türkiyədə, Ermənistanda, orada, burada Məsihi olurlar. Sonra sığınırlar, pənahəndə olurlar. Bir iddə gələnmir. Bunlar orada deyirlər, mən vətənpərəstəm. Bunların hamısı sözdür. Hamısı çıxmaq yola. Bir iddəsi qorxaqdır, çıxanmır. Bir iddəsinin pulu yoxdur. Bir iddəsi də əl-ayağı yoxdur, çıxsın. Yəni, əgər məsələn pul versən, ya yol görsəsən, ya əlindən yapışdırsan, desən bu işi gör, hamısı oradan çıxar. Yəni, o bir dana yalanın içində yaşırıq əslində biz. Mən yadıma gəlir, birinci dəfə ki, mən gəldim Türkiyəyə, orada Radio Fərdanın adamları ilə görüşdüm. Mənə dedilər ki, sən istərsən Radio Fərdada qalasan. Mən bir tarif üçün dedim ki, yox, mən vətənimi çox sevirəm. Yəni, İrana, o zaman İransı məsələn fikrində. Və istəmirəm gedim, yox, mən istəyirəm qalam, burada vətənə xidmət edən filan bəhman. Amma köylüm istirdi, onu gizlətdim. Ki, o mənə bir də desin, mən də deyim, ya 2 dəfə, 3 dəfə, İranda bir tarif var da. O da demədi, elə o bir dəfə dedi, qutardı, o çıxdı, getdi, işini dalısan, mən də 2-3 gündən sonra ayrıldıq, getdik, mən qeyddim, gəldim, tutuldum, düşdüm zindana. Elə qeydən kimi düşdük zindana. Bu xəyal qırıqlığıdır. Yəni biz deyirik bəlkə biz Azərbaycanlılar İranda böyük bir yerimiz var, bir iqtisadımız var, bazarımız var, filanımıza baxırıq ki, 2-3 dənə bəqqaldan, zərgərdən var. Onlara deyirlər ki, İranın iqtisadı oradadır. O halda ki, İranın iqtisadı məsələn fuladdadır. Dəmir işlərindədir. Misdədir ki, bizim əlimizdə deyil. Nəftədir ki, bizim əlimizdə deyil. Telefondadır, telefon sistemində, internet sistemindədir, pul bulardadır, nəftdədir, qazdadır, ondan sonra varidatdadır. Yəni, onlar üçün gətirirlər, milyonlar ton buğda gətirir, nə bilim, yağ gətirir, sirvət bulardadır. İndi bir dana Təbrizli, ya bir dana Türk, məsələn, bir dana tükan açıbdır, oradan 1000 qutu yağ alır. Bu 1000 qutu yağ mənə baxanda ki, mənə məsələn, hələ zorum çatmır, bir qutu alam, pullu görünür. Amma o gətirən ki, milyonlar ton yağ gətirib, bu da məsələn 10 ton yağ alıb, 20 ton yağ alıb, 50 ton yağ alıb, bu hesaba gəlməz. Ya məsələn, külli İranın yemağı 1 nəfərin əlindədir, 2 nəfər. Ya ağaçlar, kollən ağaçları kəsələr, apararlar, bu 1 nəfərin əlindədir. Məsələn, qızıl 1 nəfərin əlindədir. Bunlar sərvət əslində Türk əlində deyil. Məsələn, hangi sahə türklərin əlində? Fərş toxumaq türklərin əlində. Bu ki, əslində mən özümdə üçün ömrümün bir çoxun, bəlkə 20 ilə yaxının fərş toxumuşam. Və bu insanlara çox ehtiram qailə. Amma əslində özümüz də deyərdik o ilmək sonunda. İlmək salmaq, fərş toxumaq nə ilə? İğnə ilə gör qazmaqdır özümüzə. İş deyil əslində. Yəni adam tamamı hər halda bundan geçək. Çünki çox ağır gəlir mənə, çox ağırdır bu. Bizi belə bir şeylərlə deyələrsiniz və biz də buna inanaq. Fərş bazarı bizim əlimizdə. Bizim bazarımız belə istəyə qızıl bazarımız tərpəşə ya fərş bazarımız tərpəşə, gərək Tehranda, İsfahanda, Şirazda tərpəşə. Yəni o farslar tərpətməsələr bizim bazarımız tərpəşməz. Yəni bizim bazarımız bağlıdır ora. Çünki sadir eləyənlər olardılar. Bizlər sadir eləyən deyilik. Bizlər məsələn Təbriz bazarında alar 10 dana, 20 dana fərşi, 5 dana fərşi alar, zoru bu qədər çatar. Bunu göndərər Tehranda o ömdəyə, o ömdə göndərər məsələn xariciyə. Tamam.
Bir kolonyalistin, istemarçı, bir kolonyalistin prestiji, iddiaları ve sorumlulukları ile gerçek kapasitesi elde ettiği sonuç arasındaki orantısızlık çok büyüktür. Diyor ki bir tane istemarcının, kolonyalistin prestiji, çilası. O çilası ki koyur ha o. Dedim da mesela bizlerde çok kiçik şeylerden çilas koyuruq. Mesela gedirik bir restorana yemək yeyirik, ondan çilas koyuruq, onu əksin koyuruq, insanlar görsün. Bir nuşabə içirik, bir bəstən yeyirik, ondan bir çilas koyuruq. Sevincimiz bir o çilas koymaqdır. Yəni, baxın mən bugün yedim, siz yeməmisiniz. Bu anlamdadır əslində. Prestiji, idealları, burada istəklər ki var ha bunlar, istir yetişə, ələ gətirə, onlar idealdır. İdealları və sorumlulukları, məsuliyyət, sorumluluk, məsuliyyət, soru sözündən gəlir. Sormaq, məsuliyyət. Elə ərəb sözü də yenə sual sözündən gəlir. Sorumlulukları ilə, bunlarla, yəni baxın, üç şey dedi. Prestiji, idealları, çilası, düşüncəsinin istəkləridir əlbəttə. İstəkləri və məsuliyyəti ki bu istemarcərin öhdəsində var, gerçək kapasitəsi ilə onun vaqei çıxarı, kapasitə latincə sözdür, türkçəsi çıxarı. Onun çıxarı ilə bir, əldə etdiyi sonuç, əldə etdiyi, ələ gətirdikləri ilə sonuçları odur da, sonuç arasında orantısızlıq, orantı dərsət. Deyir, bunların arasında bir çox böyük şey vardı, orantısızlıq vardı, bir fasilə var, aralıq var. Yəni bu adamın o şəxsiyyəti ki vardı, o idealları ki vardı, o şeyləri ki vardı, o şey ki bunların yanında o şey ki bunun adamın əlindədir. Çünki sümürgəçi olduğu üçün onunla bir şey müqayisəsini gördü, bu adam axı bunun savadı o qədər deyil, düşüncəsi o qədər deyil, kilası o qədər deyil, amma bu adam əlində olanlar zoru, gücü, malı çoxdur. Diqqət buyurun, bunu indi beləsi görün. Hər kəs ki bir idarədə işləyir, azdan çoxdan savadı vardı da, onun yaşamı ilə öz yaşamınızı qonşularda, o məhəllədə bir tutuşdurun. Görürsünüz ki, o çox üstündür. Hirasətdə işləyir, polisdə işləyir, nə bilim, şəhridarədə işləyir, hər yerdə işləyir, danışqahda işləyir falan. Görürsünüz ki, bu biraz fərqlidir. Əlbəttə, indi mütəəssifanə görürük ki, məsələn, Azərbaycanda müəllimlər, şəhridadə işləyir, dövlətə işləyənlərin çoxu getdikcə fəqirləşirlər. Niyə bunu, məsələn, Tehranda çox görmürük, İsfahanda, Şirazda, Kaşanda, Yəzdə, Siminanda, Şirazda bunları çox görmürük. Amma Azərbaycanda, ya Kürdistanda, ya Loristanda, ya Türkmən Səhrada, ya Ərəbistanda bunları çox görürük. O halda ki, bu millətlər Farsistandan çox-çox sərvətli millətdirlər. Yəni, məsələn, Şirazdan tutun, Şiraz, İsfahan, Yəz, Kirman, Kaşan, Simna. Hamısı quraqlıqdır, susuzluqdur. İldə 2 santimetr bura yağış yağır. 2 santimetr. Azərbaycan şimdi yağışlıqdır, şimdi bir ilin başında 17 santimetr yağacaqdır, ya 25 santimetr yağacaqdır. İndi ki, bu vəziyyətə salıblar. Amma ora quraqlıq, heç zat bitmir, burada hər şey bitir. Amma biz onlardan kasıb. Bunu istir desin. Kolonyalist bir topluma yaklaşırken insan bir seçkinlər grubuyla karşılaşmayı ya da heç deyilsə ən iyi, ən verimli ya da ən güvenilir teknisyenlerden bir kesiti bulmayı istemez, ummaktadır.
Tamam dostlar, burada da deyir ki, indi bayaq mən misal vurdum, bir ayrı cür misal vurdu. Deyir ki, kolonialist bir topluma yaxlaşırkən, əgər bir farsların içinə geçsək, bunlar kolonialist sümürgəçi bunlarda, deyir, bunlara yaxınlaşsaq, insan, siz, mən, hər kəs ki yaxınlaşır o, bir seçkinlər qrubu ilə qarşılaşmayı, orada bir seçkinlər, yəni bir müşəxəs bir qrup intixab şude, برگزیدگان طبقه مشخص متشخص üstündən, təbəqi mütəşəxxislə farsca desaq, fars ədəbiyyatıyla qarşılaşmayı, onları görməyi ya da heç deyilsə, heç olmasa da nə mənədir, ən iyi, yəni heç olmasa da bunu görməliyik ki, ən iyi, yəni yaxçısı, daha yaxçısı bu olar ki, ən verimli ya da ən verimli, yəni faydalı, çox faydalı, məsələn, indi yerdir ya dəstgahdır, yer verimli olar. Ya adam işlir, məsələn, çox işlir. Ya da güvənilir, etimad eləyə bilər, teknisyenləri deyir, ya ən iyili və ən verimli, yəni ən işlək teknisyenləri dəstgahlarla işləyən adamlara deyirlər. Bir kəsit kısmın tayıdır. Elə o birisi, kəsit kəsmaq sözündəndir. Bir dilim sözünün kəsəndə kəsirik ha. Məsələn, bir tane qarpızı dilimlirik, qohunu dilimlirik. Buna dilim də deyirik, kəsit də deyirik. Türkiyədə kəsit buna işlənir. Bir kəsit bulmayı belə bir bölüm, toplumda bir belə bölüm görməliyik. İki dana söz dedi da, əslində deyir ki, istər-istəməz ummaqdadır. Umar arzu elə ki, bu iki hizməti görsün. Nə mənə? Bir mütəşəxxis təbəqə görsün onlarda. Bir də heç ən olmasa budur ki, ən azı budur ki, bir teknisyenlər təbəqəsi görsün. Diqqət buyurun, baxın, burada danışdı. Pəs deyir, əgər bir dana sümürcüyə geçsəz, orada iki təbəqəni heç olmasa görməlisiniz. Bir teknisyenlər təbəqəsi, bir də özü verimlidir də. Yəni, bunlar çox, məsələn, biraz üst para alanlar, üst pul qazananlar. Bir də ki, mütəşəxxis bir təbəqə. İndi deyəcəkdir bu mütəşəxxislər kimdir, amma mən deyim də, mütəşəxxislər olur dövlət karimətləri, mollalar, məsələn, indi İrana baxanda, pastorlar, nə bilim, müdürlər, muavinlər, bunlar, nümayəndələr, şura, şəhər üzvləri, bunlar mütəşəxxis təbəqələrdir. Nərdəysə hər yerdə bu insanların həbsi hukuken ya da fiilen en üst düzey konumları işgal ederler. Deyir, nəysə, nədəndir deyir, bilmirəm bunu. Nəysə, yəni səbəbi nədir bəlli deyil. Nəysə, hər yerdə bu insanların həbsi, dedik o mütəşəxxis insanlar və bu dövlətə bağlı olan mühəndislər falanlar, teknisyenlər. Teknisyen İran'dan bilmirəm, niyə mühəndis deyirlər. Hər halda elə ki, bunlar həndəsə ilə işləyirlər. Mühəndis həndəsədən gəlir da. Yəni, o adam ki, həndəsə ilə işləyir. Əslində, bunlar dəstgahlarla işləyirlər. Bunlar teknisyendir. Çünki teknoloji ilə bunlar ilgidədirlər. Hər halda, deyir ki, bunlar da İranda bunlara teknisyen demirlər. Bunlara teknisyen o adamdır ki, məsələn, savadı azdır. Mühəndisdən savadı azdır. Amma dəstgahları yaxşı işlədir. Buna deyirlər teknisyen. İranda. Deyir ki, hər halda deyir ki, dəlilin bilmədən bu insanlar ki, dedik iki təbəqə, hukukən, hukuk yəni qanun əsasında. Hukukən ya da fiilən, ya da əmələ. Deyir, ya qanun əsasında bu adam işə qoyulur, ya da baxır ki, bu adam iş üstədir. Fiilən, yəni əməldə. Əməldə ən üst düzeydə, ən yuxarı səviyyədə, düzey səviyyə, düzənək. Nəzm, tərtib, düzey, bunlar hamısı bir sözdən gəlirlər. Düzey yəni üst təbəqə. Ən üst düzeydə, düzey konumlarda, yəni mövqeyiyyət idari deyək, mövqeyiyyətlərdə işğal edirlər. Deyir ki, ən üst mövqeyiyyətləri, işləri bunlar işğal edirlər. O iki təbəqəni dedi. Görürük ki, İranda döhdürlər, mühəndislər hamısı çalışırlar, məclisə gedələr, şuriyə seçilələr. Bunu bilirlər və bundan dolayı sayğı və onur tələb edirlər. Deyir, o adamlar bunu bilirlər özləri. Bunu bilirlər və bundan dolayı
Yəni bu üçü bilirlər ki, özləri bu yerdədirlər ha. Bunu bildiklərindən dolayı da sayğı, hörmət istərlər. Başınızdan mənə ehtiram eləyin, salam eləyin. Mən gələndə durun, baş əyin, filan eləyin, yalvarın, yaxarın. Və onur. Onur da yəni sayğı da, elə o da yenə sayğı şeydir. Tələb edərlər, istərlər. İnsanlardan istərlər ki, bunlara hörmət qoysunlar o yerlərinə görə. Sümürgəcilərin toplumu bir yönetici toplumu olma nitəliyindədir. Sümürgəcilərin toplumu, istemargərlərin cəmiyyəti, toplumu bir yönetici, bir müdiriyyət toplumu olmaq nitəliyindədir. Bu deyir elə baxsaq, bunlar müdiriyyət sistemin əllərinə getirdiblər. Nitəliyində yəni bu aydınlıqdadır ki, bunlar baxsaq görərsə hər yerdə bu sümürgəcilər müdiriyyətdədirlər. Nitəliyindədir. Və bu görüntüyü və bu ki, bunlar müdür görünsünlər, rəis görünsünlər, muavin görünsünlər, vermək üçün çox çaba göstərirlər. Çox çaba elirlər, çalışırlar ki, siz bunları onlar göstərsinlər ki, müdürdülər. Farslar göstərsinlər ki, sipahda, ərteşdə, məclisdə, dövlətdə, işdə, bazarda, mədənlərdə, karxanalarda, sadiratda, varidatda, hər yerdə biz üstüyük. Bizim dilimiz, bizim fərhəngimiz, bizim tariximiz, bizim hər şey, bunlar onu göstərməyə çalışırlar. Çox abardırlar, aşırı bir vəziyyətdə onu göstərirlər. Metropoldən gələn heyətin resepsiyonları bir bölgə təmsilcisindən ziyadə devlət başkanına yakıştırır türdəndir. Deyir, şimdi bir nəfər Tehrandan fars durur, gəlir hara? Məsələn, Azərbaycana, ya Kürdistana, ya Ərəbistana, ya Bəluçistana, ya Türkəmən səhraya. Deyir ki, metropoldən, deyir ki, sümürgənin mərkəzinə nə deyir? Metropol. İndi məsələn, İranda Tehran. Deyir ki, metropoldən gələn heyət. Heyət bilir orada, yəni bir qrup ki, oradan gəlirlər, dövlət adamlarıdırlar, ya işçi adamlarıdırlar, gəlirlər, məsələn, Azərbaycana. Resepsiyonları. Resepsiyon, dostlar, latincə sözdür, Fransədən zaddan alıbdır. Bu, məsələn, bir hotelə gedirsiniz, orada bir miz vardır, gedirsiniz, orada deyirsiniz, mən otaq istəyirəm falan. O receptiondur da, yəni, məsələn, döftürə gedirsiniz, o dəftər deyirsə, əlçi. O əlçi deyil, o receptiondur latin dildə. Yəni, sizi qəbul eləyən bir sistem. Sizi alır, sizi qəbul edir, otur orada mərizi görəcəksən, məsələn. Sonra da deyir, ged içəriyə. Filan otaq sənindir, hoteldə, məsələn. Buna resepsiyon deyirlər. Türkiyədə də bu işlənir. Heyətin resepsiyonu, yəni onu almaq, onun qabağına getmək, bədrəqə yox, nə mənə deyirlər? Bunu əgər bilsəm, farsca gedəndə bədrəqə elirlər, gələndə neyinirlər? Əgər bunu bilsək, istiqbal. Mərasimi istiqbal, resepsiyon burada istiqbal anlamındadır. Mərasimi istiqbalı ki, bunlara tuturlar. Bir bölgə təmsilindən ziyadə, ziyad ərəbcə sözdür, farsca sözdür, ərəbcə sözdür əslində. Oradan gəlir. Deyir ki, bu adam ki, Tehrandan gəlir, bu bir bölgənin nəhayətdə rəisidir da. Bir bölgə təmsilcisi nümayəndə. Bir bölgənin nümayəndəsindən ziyadə artıq nədir bu? Devlət başkanına yakışır, tutulur. Deyir, bu istiqbal ki, buna elərlər, bir bölgə rəisindən ziyadə bir dövlət başkanı kimi, rəis cumhur kimi, ya nəxus vəzir kimi bu adama, ona yaraşan kimi buna bir istiqbal tutarlar. Çünki sümürgədə özünü aşağı görür ha. İndi Tehrandan bir dənə muavin gəlir, bir dənə məsələn deyək ki, bir idarənin rəisi gəlir Təbrizə. Ya məclisin rəisi gəlir məsələn. Deyir, onu bir dövlət başkanı kimi burada istiqbal edərlər. Milləti yığarlar müsəllaya, nə bilim, filan yerə, bəhman yerə, gəlin bura, filan kəs gələcək oradan bura. Deyir ki, bu o sümürgədə belə görünər. Çünki bunlar istəyirlər o müdiriyyəti görsədələr ki, bax, mən səndən üstüyəm. Bunu da sümürgəyə dəstur verərlər. Filan kəs filan gün gələcəkdir, buna istiqbal mərasimin hazırlığını, ona ordu gələr, marş çalar, nə bilim, bəlkə də reja apararlar,
Adamları yığarlar, gül verərlər, filan bəhman idarələrdən hamı gələr peşvazına. Peşvaz, türkçəsi də peşvazdır. Tamam. Ən önəmsiz motorizə siyahət belə buyurğan, qurtulucu və sirənli motosikletlərin əşliyi ilə gerçəkləşir. Deyir ki, indi bu adam gəldi, istir gedir dolana, bir bazlı deyə, məsələn, deyək ki, gedir süngündən bu bir görüş eləyə. Neynər? Ən motorizə, yəni onlar ki, motorla işləyən sistemlər, maşınlar. Hər nə ki, maşın işləyir, motorizə, önəmsiz motorizə, ərzisiz bir sistem ki, məsələn, maşınlar, siyahət belə. Deyir, onları çıxartmaq üçün bu, hətta ərzisiz maşınları da gətirirlər, səfə düzəllər ki, bu adamın dalısından yola düşsünlər. Siyahət belə buyurğan, əmirverici olar. Buyurğan, əmir verən. Yəni, bunlar deyirlər ki, maşınlar çıxsınlar, maşınlarınızla ya idarənin maşınlarını çıxadın, düşün bu adamın dalısıcan, göstərin ki, bu adamın siz yanıcan gedirsiniz. Mən özüm bunu Misir Süngünə bir dəfə getmişdik, biz apardılar, orada getdik, gördük. Biz təpənin başında durmuşuq və aşağıda bu burduzellər, bir tıkılı torpaq tökübdür yəsətə, bir bel. Onu yalandan bu yüzü aşırır, o yüzü aşırır. Axir ustandarın bir orada işləyən var, dedi, bax bura, bu bizi nə qədər səriyibdir. Orada bir bel torpaq töküblər. Lağəl orada bir qazıntı qazmırlar. Onu yalandan götürür, tökür bu yüzə ki, yəni mən işləyirəm. Niyə bu adamları bu qədər ki, gərək bunlar gələ? Amma nə qədər maşın getmişdi? Fikirəm bir 20-30 dana maşın getmişdik biz ora. Buyurğan, gürültücü dostlar, yəni çox səsli, gürültülü da, çox gürültülücü və sirənli, sirəylə, sıra ki deyər, sirənli, düzümlə, maşınlar hamısı bunun dalısından motosikletdə qədim motorla çox gedərdilər, onu da deyir ki, yəni o motosikletlərin əşliyi ilə. Pəs deyir ki, tamam vəsait-i nəqliyyə deyək da, vəsait-i nəqliyyə ilə, motorlarla, filanlarla bunu neynərlər? Gerçəkləşir. Bu adamın siyahəti, deyir, bunlarla gerçəkləşər. Deyir ki, bu adam istirgədə bir yeri görə, bu cür olar ki, onun dalısından nə mənə imkanlar vardır, səfərbər elərlər ki, geçsin bu adam oranı görsün. İndi motosiklet olsun, belə xərab maşınlar da olsun, düzəllər onun dalısıcan. Sümürcə halkını, yabancıları və mühtəmələn sümürgecinin kəndisini etkiləməkdə heç bir masraftan kaçınmazlar. Deyir ki, istirlər bunlar neyniyələr? O dedi ki, istir bunlar müdürçülüğü hamının gözünə soxa ki, biz müdürük, siz əşəğasız. Deyir ki, bunu, indi burada deyir ki, sümürcə halkını, bizi, yəni türkləri deyəcək, bax, bu adam o qədər böyük adamdır ki, 100 maşın bunun dalıcan adam düşmüşdür, gedirdi. Bizdə bu var da, mütəəssifənə, məsələn, gedirik bir ziyarətə, İmam Riziyə filana. Əslən, İmam Riziyə tanımırıq kimdir. Biz o saxtımanın o yekəlığına baxırıq, aynalarına baxırıq. Əcəb əzəməti vardı İmam Rizanın. İmam Rizanın əzəmətdə idi, mühəndislərin əzəməti idi, onu düzəldiblər. Amma biz, bu cür bir şey yox. İndi bir dana dedim, nümayəndə məclis deyəməyək, rəisi məclis Həddad Adil. Gələcək şeydə Ərdəbilə. Tamam maşınlar bu Ərdəbildə gələcəklər dövlət, tamam xarmətlərə deyəcəklər, filanlara deyəcəklər, bəsit, sipah, nə bilim, ərteş, idarələr, maşınlarınızı çıxın, bu adam gedəcəkdir, məsələn, sərəyində bir yuvuna. Bunun dalısından gedəcəklər. Deyir, niyə bunu belə elirlər? Əvvəl istərlər ki, sümürcə xalqın qorxudalar. Bax, bunlar bu qədər böyüklər, əcəb, hişmətə bax, ehtişama bax. Bir bu. Yabancıları belə, bunlardan əlavə yabancı orada olan xariciləri də, onlar neyinlər təsir qoyarlar üstlərinə və möhtəmələn, hətta ehtimalı var ki, sümürgəcinin özün də, kəndisini də, özünü də etkiləmək üçün heç bir masrafdan keçməzlər, çəkinməzlər, heç bir məsrəfdən qaçmazlar. Yəni, hər cürə xəş qoyarlar ki,
təsir qoyarlar insanların zehnində, düşüncəsində. Sən sümürcəsən, mən sümürcəçi. Sən aşağısan, mən üstəm. Mən müdürəm, sən mənim əlimin altındasan. Bu təsiri qoymaq üçün həm hətta özlərini farsların bir özünə, məsələn radio televizyon niyə bunlar göstərir? Hətta getdi, Xameneyi getdi, nə bilim Rəis Cümhur getdi, adamlar gəliblər, yığdılar adamları ora. Televizyon bunu göstərir. Niyə göstərir? Buna görə ki, istir bunu dünyaya, hər kəs ki bunu görür. Türklər olsunlar, Ərəblər olsunlar, Bəluçlar olsunlar, Kürdlər olsunlar, Lorlar, ya Farslar özləri olsun, ya Amerikalılar olsun. Onlara desin, baxın, bu əzəmətə baxın adamda. Ehtişama baxın. Bu onu istirlər göstərdilər. Sümürcəçinin bir oyunudur. Oysa daha yaxından baxdığında genəlliklə küçük sümürcəcinin dəbdəbəsinin və ya da yalın qürurunun ardında çapsız insanlar çıxar qarşımıza. Deyir, o halda ki, deyir, onu görsəz, onun dalısında baxsaq, bir həddada adil var, düşünməz, dalı qalmıcı bir insan. Onun dalısında bir 6 kilaslı molla vardı ki, danışmağın başarmır. Deyir ki, oysa, yəni o belə göstərməklərinə baxmasa, daha yaxından baxıldığında, yaxından baxsın görəcəksən, diqqətli, yaxından baxdığında, niyə diqqətli baxsın görəcəksən ki, genəlliklə, ümumiyyətdə, yəni onların ki, gəlirlər Azərbaycana, hər yerə gedirlər, baxsın o gələnlərə, ümumiyyətdə görəcəksən, küçük sümürcəcidirlər. Küçük sümürcəcidirlər. Sümürcəcidirlər, istemarçıdırlar, amma kiçikdirlər bunlar. Dəbdəbəsinin, bunların dəbdəbə, kəp-kəpək deyər, yəni dedim də o ehtişam, farsça deyirlər, ehtişam filan. Ya da yalın görünün, qürurunun, üzr istəyirəm, ya da yalın qürur, ya da ki bu lüt, yalın, yəni lüt. Yalın lüt, xalis. Xalis qürurunun ardında bunların o lüt görüşlər, lüt baxsan bunlara, yəni o kəp-kəpəni çıxsan, ardında, arxasında, dalısında, çapsız, yəni hesabsız, dərdə dəyməyən insanlar çıxar qarşınıza. Diqqətlə baxsaq, bunların dalısında bir insanlar var ki, ərzişsizdir, çapsızdılar, ərzişsizdirlər. Baxacaqsan, görürsən, Rəis Cümhur 6 kilas savadı ilə danışmağın başarmır, oturmağın, yerimağın, durmağın başarmır. Gedib bir kətli ilə danışır, onu danışa-danışa onu əli ilə itələdi, o yüzden dürbün də bundan film götürür. Yəni bu qədər əqli çatmış olan mən bu kətlini niyə itəlirəm? Dürbün məndən film götürür axı. Əli ilə itələdi, o yüzden keçdi getdi. Yəni mən sənin sözünə qulaq asmıram. Tarihi nərdəysə heç bilmədən tarihi şəkilləndirmə görəvi verilmiş politikacılar olaylar karşısında her zaman gafil vardılar. Avlanırlar. Üstelik gafil avlanırlar. Öngörməkdən acizdir. Deyir ki, bu sümürgəçi tarihi neredeyse, yəni hardadır, bir baxsaq, yəni heç bilmədən, tarixi şəkilləndirməyə çalışar. Onun görəvidir ki, tarixi bilməyə tarixi şəkilləndirsin, yəni yenidən yaratsın. Dəqiqən o yüzyılda bizim başımıza gələndir. Tarihi neredeyse heç bilməyən birisi tarixi şəkilləndirmə görəvi verilmiş ona, yəni. Tarixi istəyir şəkilləndirə. Yarada, kuruş var ki, biz gene de o kuruş olmalıyıq, o kuruş dövrəsinə getməliyik. Bir tarix yaradır, tarixi bilmədən, bir də istəyir onu şəkilləndirə. İndi çox, məsələn, dünya bizim idi. İndi də bizim olmalıdır, məsələn. İran şəhri. Görəvi verilmiş politikacılar, siyasetmedarlar. Olaylar karşısında, olay cərəyanlar, hadisələr karşısında hər zaman gafil avlanırlar. Her zaman gaflete düşərlər və gafil avlanırlar. İran'a baxın, tamam bölgədə geçən 40 ildə, geçən 100 ildə dalıya gedibdi.
İstəyiblər bir iş görələr, məsələn, görənməyiblər. Dünya bir ayrı məmləkət ilə qonşu məmləkətlərdən gəlib o işi daha yaxşı görübdür. Bunlar qalıblar dalıya. Qafil avlanırlar. Ön görməkdən acizlər. Bunlar pişbini eləyə bilməzlər. Farsça ön görmə, yəni pişbini. Öngörü, pişbini eləmək. Ön görməkdən indidən baxım görüm olan nə olacaq ondan acizdir. Bu qədər deyir ki, yəni bunlar çapsız, yəni bu da çapsızdır. Bu onu göstərir ki, bu çapsız, yəni bu öngörü görə bilmir, tarix bilmir, amma istəyir tarixi yarada və şəkilləndirə. Bir ölkənin teknik gələcəyindən sorumlu olan uzmanların heç bir rikabətlə karşılaşmadıkları için zamanının gerisinde kalmış teknisyenler olduğu ortaya çıkar. Deyir ki, cəlibdir, bu da teknoloji baxısından baxır. Deyir ki, bir ölkə yəni topraq, məmləkət, hükümət. Ölkə çox siyasi bir hükümətə deyilir. Yəni, o şey ki, indi deyirlər dövlət millət. Bunun türkçəsi ölkədir. Dövlət millət dediğinizdə ki, bir farsı, bir taza bir qavramdır. Onun türkçə müadili ölkədir. Ölkə həm dövlət sistemi var, həm millət sistemi var, həm topraq sistemi var. Ölkə budur. Ölkənin teknik gələcəyindən sorumlu olan uzmanların. Deyir, o uzmanlar mütəxəssislər. Sorumlu onlar için məsuliyyətləri vardır ki, bunlarda şey olsun. Deyir ki, teknoloji sahəsindəki mütəxəssislər vardır. Onlar gələcək teknolojiləri şey eləməlidirlər, onu istir deyə. Deyir ki, bir ölkənin teknik gələcəyindən sorumlu olan uzmanların heç bir rəqabətə girməzlər bunlar. İranda rəqabət yoxdur, inhisar var. İnhisar. Yəni, hətta bir tane şirini də inhisardır. Bu şirini bu adam çıxartdı da o birisi adam qoymazlar. İran dövləti buna verir, ona verməz. Deyir ki, rəqabətlə karşılaşmadıkları için heç, məsələn, maşınlara rəqabət yoxdur İranda. Məsələn, Azərbaycanlılar istirlər neçə ildir? İndi 22 ildir istirlər ki, Azərbaycanda bir dana otomobil karxanası qoyarlar, fabrikası qoyarlar. 22 il olar. 1375'dən 25 il. Mən bildiyim. 25 ildir bunlar istəyirlər Azərbaycanda, Təbrizin ətrafında, Əhərdə, nə bilim, Sərəyində, Sərabda, bu cür da Azərbaycanda. Azərbaycan toplanan bir fabrika qoyarlar. Cəlibdir, dünyanın ən mühüm fabrikaları ilə də Almanda təvafüqə yetişmişdilər. O zaman ki, mən orada idim. Mən müdürləri ilə danışırdım. Deyirdi ki, ağa, bizə icazə versələr, biz dövlətdən pul istəmirik. Yer də istəmirik. Biz yeri almışıq. Pulumuz da var. Almanlılara dolarımızı da, euromuzu da verəcəyik. Almanlıların da qərardat qoymuşuq. Bura maşını biz gətirəcəyik. 5 il montaj, 5 ilin içində bizim mühəndislərimiz bunu montajdan çıxadıb özləri tərrahlıq eləyib bunu tökə bilərlər. Yəni, hər şeyi özümüz yaradaq. Ondan sonra da 5 ilin içində ya 10 il içində 100.000 dana karger və mühəndis istihdam eləmək bura bizim hədəfimizdir. Amma İran dövləti buracan qoymadı. Niyə? Çünki İran nasionaldır, ya nə bilim, nə mənə karxanalar vardı, bunların hamısı. Bunlarla rəqabət olmasın deyə. Deyir ki, rəqabət deyilir də Türkiyədə. Rəqabət karşılanmadıkları için zamanın gerisində qalırlar. Bunlar rəqabət olmadığı üçün geriyə qalarlar. Rəqabətdir ki, bunlar aparar qabağa, çünki rəqabət yoxdur, bunlar geriyə qalırlar. Görürük ki, İranda da tamam sistemlər bu cürdür. Kalmış teknisyenlər olduğu ortaya çıxar. Görürük ki, bu teknisyenlər, bu mühəndislər geriyə qalıblar teknolojide. Teknolojinin gətirməsində, yaratmasında geriyə qalıblar. Bunu görürük ki, keçən yüzildə olubdur. Yöneticilərə gəlincə, indi gələk müdiriyyətə. Danışdıq, buracan kimlərdən danışdıq? Dövlət məqamlarından danışır, gəlirlər ustana, mühəndislərdən danışır. İndi görək müdürlərdən danışır. Yöneticilər, müdürlər. Yöneticilərə gəlincə, deyir, gələk bunların haqqında danışaq. Sümürcə yönetiminin savsaklamalar
bilmirəm, safsaflamaq nə mənədir? İcazə buyurun, mən bunu bilmədiyim üçün oxumağında da zorluq çəkdim. Görün ki, bu safsaklama nə deməkdir? Mən bunu əvvəl altına bir xət çəkim ki, kəlməni itirməyim, harada qalmışam. Ondan sonra da ki, Həzrəti Google əleyhissalamdan soruşaq ki, Türkcə sözlük gətirsin bizə. Burada da deyək ki, bəzən mən əcələ elirəm ki, bir işi tez görəm. Mütəəssifanə bahis olur ki, bevaq görürəm. Yaxşı. İndi savsaklama. Bunu da Türkçə eləyək ki, savsaklama. Təvəccüh yazıb bir təvəccüh. Yəni farscası bunun budur. İcazə buyurun, bunu mən ərəbcəsinə də baxın. Görün bunun ərəbcəsi ya ingiliscəsi nədir? İngiliscəsində görün savsaklamayı nə yazır? Saxsavlamaq. Tamam, savsaklamaq. Neglect. Bəli, elə o şey olur, yəni təvəccüh eləməmək, diqqət eləməmək. Tamam, deyir ki, yöneticilərə gəlincə, sümürgə yönetiminin savsaklamaları və dilənciliyi onurdur. Ünlüdür, üzr istəyirəm, ünlüdür. Deyir ki, amma müdürlərə gəlincə, sümürgə yönetiminin müdürlərinin savsaklamaları, təvəccüh eləməməkləri, bir şeyə diqqət eləməməkləri və dilənciliyi, gədalığı, rüşvət almağı ünlüdür. Yəni, çox adlımdır. Deyir ki, bunlar işə diqqət eləməzlər və dilənərlər. Bu müdürlərin işidir. Mütəəssifanə İranda da görürsə, rüşvət alanlar, ixtilas eləyənlər, bu diləncilər, bunlardılar. Ki, o sistemə işləyirlər. Dedik, sümürgəçi kimdir? Sümürgəçi də hər adam ki, İran dövlətinə işlir. 1. Farslar 2. Və farslara bağlı şirkətlərə işlir. Bunlar olurlar sümürgəci. Və dilənciliyi ünlüdür. Tamam. Bir sümürgənin daha iyi yönetilməsinin pek də sümürgələşdirilmənin amaçlarından biri olmadığı rahatlıqla söylənilə bilir. Deyir ki, bir sümürgənin, Azərbaycanın, Ərəbistanın, Bəluçistanın sümürgənin daha iyi yönetilməsinin, daha yaxşı idari müdiriyyət olmasının, idarə olmasının pek də sümürgələşdirmənin amaçlarından biri olmadığı, deyir ki, onun sümürgələşdirmənin amaclarından biri bu deyil ki, ora yaxşı idarə olsun. Diqqət buyurun, bunu istir deyə. Biraz buruşuluqlu deyim, amma gözəldir. Bir sümürgənin daha iyi yönetilməsinin pek də sümürgələşdirmənin amaçlarından biri olmadığı rahatlıqla söylənə bilir. Rahatlıqla deyə bilirik ki, sümürgələşdirmələrinin amaçlarından biri bu deyil ki, sümürgəni yaxşı, iyi idarə eləsinlər. Nə sümürgələşdirilən ırq, nə də sümürgəci ırq deyə bir şey olduğundan bir sümürgənin yöneticilərinin bu şaşırtıcı kusurlarının başqa bir açıqlaması kesinlikle olmalı. Diqqət buyurun, bu da taza bir söz dedi, bu da calibdir. Deyir ki, nə sümürgələşdirilən bizlər, türklər, ırkı, bizim ırkımız, ırk nəşad. Irk, nə sümürgələşdirilən ırk, nə də sümürgəci ırk, farslar. Deyə bir şey olduğundan, deyir, bunu deyir, vardı bu. Deyə bir şey olduğunda yəni vardı. Bunu deyirik, bu adlar ki deyirik, bunlar var olduğundan bir sümürgənin yöneticilərinin, indi Azərbaycan ya Ərəbistanın yöneticiliği, müdiriyyəti
Bu şaşırtıcı kusurlarının, onların o təəccüb elədiyimiz qusurları, kutahi, aşağılıqları başqa bir açıklaması kesinlikle olmalı. Deyir ki, bunlar işə diqqət eləmirlər, bunları aşağı, yəni işə can vermirlər. Bunun bir ayrı açıklaması olmalıdır. Irqıdan ayrı ha. Yəni deyir ki, tamam biz Türk o Farsdır. Amma bundan görə deyir ki, bunlar Azərbaycanı yaxşı müdiriyyət eləmirlər. Bunun bir ayrı açıklaması var. Görək nə deyəcək. Əni insanların yetirildiğini daha öncə belirletmiştik. Deyir, əvvəlcən demişdik ki, ən iyi insanlar, yəni ən yapyaxcı insanlar yetirildiğini, yəni bunlar təlim və tərbiyyət olarlar. İyi insanlar təlim tərbiyyət olarlar. Daha öncə belirletmişdik, belli eləmişdik qabaqdan ki, hər halda yaxşı insanları təlim tərbiyyət etmək olar. İçili bir kan kaybıdır bu. İçili bir kan kaybıdır bu. Hem orada da doğanlar hem de yeni gelenler gedər. Diyor ki, bu içili, iki tərəfli, iki başlı kan kaybıdır. İki tərəfdən deyir, qan əldən verməkdandır. Bizim bu müdiriyyət elirlər ha sümürgədə bu. Deyir, iki başlı qan əldən veririk. Nə cür olur? Bu cür. Deyir ki, həm də özür istəyirəm, mən bunu qan kaybıdır. Aha. Həm orada doğanlar, burada doğanlar, həm də yeni gələnlər, burada deyir ki, ikisi də buranın ziddinə olur. Həm bura doğanlar, həm bura gələnlər. Bu müstəmiriyə. Bu olğu tam bir fəlakətlə sonuçlanır. Deyir, bu olğu, bu ittifaq, olğu ittifaq. Ərəbcə sözdür ittifaq, olğu türkçəsi. Bu olğu tamam, kamil halda bir fəlakət sonucudur. Ya sonuçlanar, bir fəlakətə sonuçlanar. Fəlakət nə olar dostlar? Biz günü-gündən dalıya qalarıq. Dedim, dünya IQ-su, beyin gücü 100'ün üstündədir. 110'a gedibdir. Bəzi məmləkətlər 110'dur. İranda biz gelmişik 84'də. İran millətləri. Əlbəttə nə qədər ki kasıblıq çoxalır, fəqirlik çoxalır, yeməklər azalır, güclü yeməklər mənzurum. Yəni insanların beyni gələcək aşağıya. Çünki beynin işləyi ilə yeməğin arasında bir böyük şey var. Bunun bir kitab yazıb sazmanimlər. İranda da tərcümə olubdu. Mən bunu 1370'də danışıqda konferans verdim. Jeopolitik Gorosnigi ya insani Gorosne. Bu kitabı ikinci əllərdə görün, axtarın, tapın, görün ki, orada necə deyir ki, yemək az olsa, kalitəsi aşağı olsa, insanların beyni dalıya gedər. Misal bulur Japonları ki, Japonlar Birinci Dünya Savaşından sonra, İkinci Dünya Savaşından sonra xüsusən yeməkləri yaxtılaşdığı üçün boyları uzunlaşdı, gözəlləşdilər, ağılları çoxaldı. IQ-ları çoxaldı. Cüz fikir eləmiş ki, Japon indi normal cəmiyyətinin 106'da IQ-su. Yəni aşağısı ilə yuxarısını toplayanda, dəlisi ilə ağıllısını toplayanda orta çıxır 106. Bizimki də aşağısı ilə yuxarısını toplayanda olur 84. Pəs iki tərəfli deyir ki, qan qaybatmaq kimidir. Həm bura gələnlər, həm də burada doğulanlar hər ikisi də gedir o sistemə. Ki, müdiriyyət sisteminə girirlər də, yəni bu tərəfdən də bizimkilər də buradan qaçırlar. Vasat olanlar kalır. Vəsət olanlar orta qalarlar bu toprakda. Dedik ki, bu olğu bir fəlakət sonucudur. Vəsət olanlar qalır. Həm də ömür boyu qalır. Vəsət olanlar ömür boyu deyir qalarlar bunlar. Yetməzlər. Çünki fazla şey ummamışlardı. Çünki deyir bunlar fazla bir şey, izafi bir şey arzu eləmirlər ki. O adamlar buradan çıxırlar ki, onlar dedikdə, dedi ki, iyidilər.
Bura köçənlər də buradan gedir, dedi ki, qeydirlər. Burada doğanlar da iyi olsalar gedirlər. İki tərəfi qan qayb elədik. Bizim özümüzünki də dedi ki, buradan gedir yaxçılarımız. İndi burada qalanların deyir ki, arzuları yoxdur. Azərbaycanda qalıblar, ha, orada burada. Deyir, bunlar bir arzuları yoxdur. Bunlar möcüzə gözlürlər. Allah, nə zaman Amerika həmlələr, İranı bunlar gedərlər, biz bir rahatlaşaq. Arzuları bunadır. Bundan sonra arzuları yoxdur. Bir kəz yerləşəncə daha iyi bir mevki sunulana qədər konumlarını tərk etməməyə çabalar. Deyir ki, bir dəfə ki, bunlar bir kəs ki, işə qoyuldular, bir kəs ki, yerləşincə, bir kəs ki, bu işə yerləşdilər, bir yerə yerləşdilər, bunlar neynərlər? Yəni, o qalanlar, ha? Daha iyi bir mevki, daha bir mövqe, iş sonulana dək ya qədər, yəni, bunlara iş sonulana qədər, verilənə qədər həmən işdə qalarlar. Konumlarını tərk etməyə çabalarlar. Deyir ki, bunlar tərk etməməyə çabalarlar o konumlarını. Burada bir parantez arası demişdik. Bu da ancaq yenə sümürgədə mümkün ola bilir. Deyir, bu da ki, taza bunlara mövqe verələr, bu da sümürgədə mümkün olar. Yəni, bunları aparıb Tehranda yuxarı məqama aparmazlar. Əlbəttə, biz bunu görürük ki, İranda, məsələn, indi deyək ki, Təbrizdə ya Əl-Əhvazda, Urmiyyədə, hər yerdə bir dənə ustandar, bir dənə fərmandar millət bunun əleyhinə çıxdılar, bunun oğurluğunu, əyriliğini tutdular. Bunu dövlət buradan aparır. Tehranda ya Farsistanda ya bir ayrı sümürgədə, Kürdistanda ya Loristanda ya Türkəmən Səhrada bunlara bir mövqe verir. Daha yüksək mövqe verir. O çünki deyir, istemarın işi belədir. Tamam. Yaygın olaraq söylənənin əksinə, deyir ki, bir məşhur bir söz var. Yaygın olaraq, yəni məşhur. Yaygındır da, yaygındır. Millətin arasında yayılmışdır. Deyir ki, yaygın olaraq söylənənin əksinə, onun tərsəsinə, yenə burada bir parantez var, onu geçim. Sümürgə personelinin görəcə istikrarlı olmasının nədəni budur. Deyir ki, bu ki, görürsünüz ki, onlar iş üstə daim davam tapırlar. Deyir, yaygınlığın, yəni siz deyirsiniz, bəlkə bu adam güclü də o iş üstə qalıb. Deyir, yox, bu bundan deyil. Bəlkə onun tərsində budur ki, istemarçı onları bu işdə saxlır. Pəs itirdim mən dostlar buranı. Yenə də tamam, oranı gəldik. Çabalamı, tamam. Yaygın olan sözlərin tərsinə və tanım gərəyi hərəkətli birkaç mevki haric. Deyir ki, tanım gərəyi, yəni bunları tanıdarlar. Buradan ora, oradan bura bunları bir hərəkətlər olar. Deyir, bunları əgər xarib, bunları tutmasaq, hesaba gətirməsək, nə olacaqdır? Yenə də şeylədim, itirdim. Sümürgə personelinin, sümürgənin qarimətləri, personel qarimətləri görəcə istikrarlı, o ki, görünür ki, onların istikrarları var, iş üstə durublar, daimən oradadır. Bu fikirlərin ki, onların gücündəndir. İstikrarlı olmasının nədəni, səbəbi budur. Yəni, o dövlət bunları ortadırlar bunlar. Bunların çıxmaq gücü yoxdur. Bunları iyi deyirlər, çıxıb gedələr. Vasat personelinin tərfi etməsi isə geçici bir hatta deyil. Hatta geçici bir hata değil. Sümürgenin kendisini bir daha toparlamadığı kalıcı bir felakettir. Allah-u Ekber. Deyir ki, vasat personelin, orta bu personeller çıxalıblar orada sümürgəçilər, tərfi elə farsçada deyirlər də, idarədə bir işdən yuxarı üstə getmək, amma deyirlər tərfi məqam.
terfi etməsi geçici bir xəta deyil. Deyir, bir xəta deyil ki, geçici ola. Sümürgenin kendisini, bu sümürge, yani bizler, kendisini bir daha toparlamadığı, bu sümürge, Türkler bir de özlerini toparlaya bilmirlər, yığa bilmirlər, bunun altından çıxanmırlar. Toparlamadığı kalıcı bir fəlakətdir. Bu qalıcı, daimi bir fəlakətdir, bunlar düşüblər bunun başına. Deyir ki, sümürge özün toparlamadığı üçün, toparlayan oradan sümürgəçilikdən, sümürge olmaqdan çıxalanmadığı üçün bu adamlar, o vəsətlər ki, dövlətin karimətləridirlər, burada işləyirlər, bunlar fəlakətdirlər onun başında. Göçmən kuşlar hatırı sayılır enerji ilə canlanmış olarsalar belə. Deyir ki, o quşlar var, ha köçərlər. Bir də o quşların bir çox quşlar köçəridirlər. Yəni, yayda gəlirlər bir yerə, qışda da gedirlər bir ayrı yerə. Bu köçəridir. Deyir, o quşlar belə, göçmən kuşlar hatırı sayılır enerji ilə. Deyir ki, hatırı sayılır, yəni bir çox enerji ilə, hatırı sayılmaq, yəni o qədərdir ki, bunu görməmək tutmuruq da, çox bir enerji ilə canlanmış olsalar belə, deyir ki, bunlar quşlar canlanmış olsalar da, sümürge idarələrinin görünüşünü daha doğrusu yönetim rutinini parçalayamayı asla başarmazlar. Deyir ki, bunlara deyir ki, yəni bunlar quş kimidirlər. Necədir quş? O sümürgəyə heç bir iş görə bilməz, o köçən quş. Çünki neyəcək, gələcək burada bir 3 ay qalacaq, gedəcək da. Deyir, bu ortalar da nədir? O köçər quş kimi, hətta gücləri də olsa zəifdirlər. Deyir ki, köçən quşlar hatırı sayılır enerji çalışması olsa belə nə olar? Sümürgə idarələrinin görüntüsünü, yəni o vəziyyətini, eşikdən baxırsa o idarəni, daha doğrusu, deyir, daha doğru desaq, görüntüsündən daha doğrusu, yönetim rutinini, idarə sisteminin rutini daimi hər gün təkrar olan vəzini, rutinini parçalamayı asla başaramazlar. Deyir, bunlar eləyə bilməzlər, o rutini dəyişdirərlər. Parçalamayı, yəni onu dəyişdirməyi deyir, başarmazlar, onu cıra bilməzlər, onun içində bir şey yaradamazlar. Azərbaycan bu müdür gəlsin, o müdür gəlsin. 50 ildir, məsələn, idarə irşadda, ustandarda, fərmandarda, bahiddə, bimaristanlarda bunlar işləyirlər. Deyir ki, heç bir dəyişim orada yaradıra bilməzlər. İlla bu ki, daha farsı danışın, daha türkü danışmayın, bundan sonra bir iş görməzlər. Bir sümürgədə yapılması zorlu bir hal alan vasıtaların bu qədəməli seçimi adayların sınırlı olmasıyla iyice kötü bir hale gelir. Bir sümürgede yapılması zorunlu bir hale alan. Diyor ki, bir dana sümürgede Azərbaycanda deyək, bir işlərin görməsi məcburdular bu işi görələr. Zorunlu hale gelmesi, deyir ki, bu bir sümürgədə yapılması, görülməsi zorunlu, məcbur bir hale alan vasatların, o orta işçilərin bu qədəməli dedik, bu idarə sistemində işləyən adamlarda rütbələri var, rütbə əsasında. Seçimi, bu qədəməli seçimi adayların bu işlərin, bu qədəmlərin, ya bu rütbələrin adayları, onlar ki, bunlara kim qoyaq bu iş üstə? Sınırlı olmasıyla onlar deyil, məhduddur. İyice kötü bir hale gəlibdir. Deyir ki, çox bir durum pis vəzə gəlibdir. İyice kötü bir hale gəlibdir. Deyir ki, çox, iyi burada çox anlamlı, çox pis vəzə durubdur, çıxıbdır. Deyir, yəni adam yoxdur qoyalar iş üstə. Ya qoymazlar. Yönetmə haqqına tək sahib olan sümürgəcidir.
Deyir ki, sümürgəni idarə eləmək haqqına sahib olan təkcə adamlar kimlərdilər? Sümürgəçilərdilər. Farslardılar. İndi görün neçə ildir Azərbaycanda orada bu dedilər modire bumi. Amma onlar modire pərvazi verirlər. Pəs bunu dedi. Yönetim hakkını tək sahib olan sümürgecidir. Irqıçı və təkəlci bir yasama yoluyla yönetim doğum hakkıyla babadan oğula, amcadan yeğene, kuzenden kuzene aktarılır. Diqqət buyurun, əcib bu şeydir. Deyir ki, ırqıçı, nəcatpərəst, sümürgəçi ha. Pəs əvvəl dedi ki, nə deyir? Diqqət buyurun, dedi ki, sümürgənin idarə sistemi sümürgəçilərin əlindədir, farsların. Irqıçıdırlar, nəcatpərəst, ırqıçı və təkəlci, inhisar, tələb. Təkəlci, dostlar, inhisari yazırlar ha. Məsələn, diqqət buyurun, bəzi şirkətlərin üstünə baxsın yazılır, inhisari. Yəni, İranda fəqət, ya Azərbaycanda fəqət bu, o işi görə bilər. Ayrı adamın haqqı yoxdur. Buna deyirlər inhisar, riqabətsiz. Və o, nə düzəlsə, sən onu yiyəcəksən. Çünki ayrı bir şey yoxdur yiyəsən. Ya alasan, minəsən. Bu. Təkəlci bir yasama, qanun. Təkəlci bir yasama yoluyla bir sistem yaradıblar, bir qanun yoluyla inhisar yaradıblar. Yoluyla yönetim, müdiriyyət. Hardan gəlir bu müdiriyyət? Doğum haqqıyla. Burada doğduğu üçün, yəni Farsdan doğduğu üçün müdür olacaq. Ustandardır göndəriblər Azərbaycana, burada uşaq doğdu, burada qaldı, geçəldi, dədəsi öldü, bu müdür olacaqdır, ustandar olacaqdır. Ya gedəcək bir ayrı yerdir mi? Yəni elə ustandə bir ayrı yerin müdürü olacaqdır. Məsələn, diqqət buyurun, nümayəndə məclis görürsünüz ki, çıxıbdır məclisə, famililərin hamısını idarələrə soxur. Çünki o fürsət tapıbdır da, bu o istemarın işidir. İkincisi nədir? Babadan oğula. İş babadan oğula geçər, sümürgədə. Sümürgəçilərdə babadan oğula. Əmcadan yeğənə. Əmidən qardaş oğullara, ya bacı oğullara, yiyən bunlara deyilir. Kuzəndən, xal oğludan, day oğludan, əm oğludan, bunlardan. Bunlardan da kuzənə geçər, o birisi əm oğlu day oğluya. Yəni bir-birlərinə post verərlər, gedər. Aktarılır, verilər. Aktarılır, verilər. Aktarma sözünü demişəm ki, nəzir bir şeydir. Yalnızca, dostlar, bu səfəni qutardıq. Əgər icazə buyursanız, mən o birisi səfəni götürüm. Fikir edirəm ki, vaxtimiz də olub, amma burada yarım səhvədən də azdır. Bunu oxuyaq ki, bu səhvə kollən qutusun bu mövzu. Az sayıdakı sümürgeci qruplaşmanın içindən doğan yönetici sınıf böyləcə kanın sulanmasından yararlanır. Deyir ki, buranı oxuduq ki, yalnızca təkcə bir istisna var. Deyir ki, yalnızca az sayıda sümürgəci qruplaşmanın sümürgəcilər qruplaşırlar. Yəni, məsələn, Azərbaycanda müdürlər ki, farslılar ya deyək ki, ərəb kökənlidirlər. Bunlar şey olurlar, qruplaşırlar. Bunların içindən doğan yönetici, bunların içində doğan yönetici sınıfı var. Deyir, bunların içində bir qrup ortaya çıxar, doğar. Doğan sınıf, yönetici sınıfı. Deyir ki, bunların içində bunlar toplaşırlar, bir müdiriyyət qrupu toplanar, çıxar ortaya. Tamam. Böyləcə kanın sulanmasına, qan doğmaz. Fəqət deyir, buna su qatarlar. Qana su qatarlar. Yəni, deyərlər ki, sən də müdir ol, sən də müdir ol, sən də müdir ol. Məsələn, belə bir iş görərlər. Yararlanırlar, deyirlər ki, beləsi bundan fayda götürürlər. Yönetsel kan akara balığı, yönetsel kan akrabalığı, əkraba famillik. İranda dedik ki, əgər diqqət buyursaz, 300 dana ailə deyirlər, indi iş üstündədir. Deyirlər. Döktür Ələmi, Allah səlamət eləsin, Əkbər Ələmi deyir ki, 300 dana ailə İranda iş üstündə və bunlar bir-birlərinə qız veriblər, oğlan veriblər, bir-birlərinə familiya olublar. Məsələn, Həddad Adil qızı Xameneyinin gəlinidir. Xameneyinin oğlu
məsələn iki dənə də ayrı oğlu var, iki dənə də qızı var. Bunlar da bir ayrı adamların. Onların da biləsi bir-birlərinə bu 300 xanəvadə bağlayıblar. Dəqiqən bu milli məzhəbilər də bu cür bir-birlərinə bağlayıblar, farslar. Deyir ki, yönetsel kan əqrəbalığı, idari sistemi qan əqrəbalığı ilə bir-birinə bağlanırlar. Sümürcədə. Elə indi İranda da durdu. Deyim yerində isə bir tür zayıflama göstərir. Deyir ki, bu əgər yerində deyə bilsək, deyim yerində isə, əgər yerində deyə bilsək, bir tür zayıflama göstərir. Bu qan bağlılığı müdiriyyət bir cür zəiflik göstərər. İndi İranda bunu görürük da, bir-birinin işinin üstünü örtmək üçün bir-birlərindən himayət edirlər. Siz baxsınız, tamam bu cürdür. Yəni, ustandarlar da bağlıdırlar, fərmandarlar da bağlıdırlar. Bunlar hamısı bir-birinə bağlanıblar. Sömürcənin genel havasını belirləyən də vasat şəhir halkı olur. Deyir ki, sömürcənin umumi havasının, durumun, hava burada durum mənasıdır. Durumun belli eləyən də vasat, yəni orta şəhir halkı olur. Deyir ki, bu olur mütəvəssit, təbəqiyyə mütəvəssit. Deyir ki, şəhərin də havasını, yəni siyasi, iqtisadi, hər şeyində belirləyən qrup da hansıdır? Şəhərdə yaşayan kətdəkilər yox, şəhərdə yaşayan vəsət qrupdur. Bunlar sümürcə insanının gerçək partnerləridir. Deyir, bunlar sümürcə insanının, yəni məsələn türklərin gerçək şərikləri, partner şərik. Bunların vaqei şərikləri bunlardır. Bir tərəfdə bu 50 nəfər ki, Azərbaycanda farsdılar ya farslaşıblar olardı. Bir tərəfdə də neçə milyon Azərbaycanlıdır. Ya məsələn, deyək, bir tərəfdə 1000 dana farslaşmış müdürlərdir. Bir tərəfdə 40 milyon türk. Hətta bu 1000 dana farslaşmış ya fars sümürcəçilərin gücü şirakətdə məsələn 90-10'adır. Yəni bizim 10% haqqımız var məmləkətimizdə, işlərimizdə, onların 90%. Belə bir şirakətləri var. Bunlar sümürcə insanının gerçək partnerləridir. Çünki sümürcə yaşamına və qarşılığa ən çox ehtiyac duyanlar vasatlardır. Deyir ki, çünki sümürcə yaşamına, həyatına, yaşamına və qarşılığa və bunların bir-birindən qarşı durma, yəni mütəqabil və qarşılığa ən çox ehtiyacı olan, bunlara ən çox ehtiyacı olan, ehtiyac duyulan, yəni ehtiyacı olan da vasatlardır. Vəsətdə olanların çox ehtiyacı var bunlara. Ən tipik sümürcə ilişkisi onlarla sümürcə insanı arasında oluşur. Deyir ki, tipik yəni tip da, tip, model. Deyir ki, sümürcə modeli əlaqələr, cəlcətlər onlarla, yəni orta vasat ilə sümürcə insanının arasında olar. Bir dənə deyir, bularınca bir müşəxxəs, tipik, bir müşəxxəs bir rabitə olar bunların arasında. Sümürcə türklər ilə farsların arasında, müdürlərin arasında bir müşəxxəs rabitə olar. Onun üstədilər, bunlar eşaq adarlar. Onlar ağadırlar, bunlar eşaq. Onlar fərman verəcəklər, bunlar itaat edəcəklər. Onlar ehtiram istəyəcəklər, bunlar da ehtiram göstərəcəklər. Bu ilişkilərə, sümürcə sisteminə istatokalarına sıkı-sıkıya yapışırlar. Deyir ki, bu ilişkilərə, rabitələrə, sümürcə sisteminə, habelə, yəni bundan əlavə, istatokalarına, yəni durumlarına, bu sümürcədə olan idari mövqeyiyyətlərinə sıkı-sıkına yapışırlar. Bunlar möhkəm, sıkı-sıkına, yəni çox möhkəm yapışarlar. Bəs üç şeyə, rabitələrinə, sümürcə sisteminə və idari mövqeyiyyətlərinə çox möhkəm yapışarlar. Çünki sümürcədəki tüm var oluşlarının buna
buna bağlı olduğunu hiss edərlər. Çünki hiss edərlər ki, tamam bu sümürcədə Azərbaycanda bunların var olmaq səbəbləri budur. Çünki sümürcədəki tüm var olmuşlarının buna bağlı olduğu buna bağlıdır. Bu üç tanəyə hiss edərlər. Hər şeyləri ilə və kəsin olaraq sümürcə üzərinə kumar oynamışlardı. Deyir ki, bunlar hər şeyləri ilə sümürcə üstünə kumar oynarlar. Yəni deyir, bunlar udmağı istirlər. Sümürcə qalsın. Çünki bunlar hər şeylərini qoyublar Azərbaycanı əllərində tutalar, bunlara basalar, kəsələr ki, bu əldən çıxmaya. Kumar budur. Əgər bu udsa, onlar uduzarlar. Əgər Azərbaycan ayağa qalxsa, istiqlalını udsa, onlar uduzarlar. Çünki onlar hər şeylərini bura qoyublar. 3 sətrimiz qaldı və qutaraq. Hər kolonialist vasat deyilsə belə, əgər hər bir sümürcəçi, dedik ki, sümürcəçi kimdir? Tüm farslar ki, bu nənədən doğulur, tutdu da ölən saniyyə qədər, dövlətə işləyənlər və fars şirkətlərinə işləyənlər və bunların müdürləri, bunlar hər kolonialist vasat deyilsə belə, əgər vəsat deyil bu, nədir? Hər sümürcəci bir ölçüdə sümürcə yaşamının və bu yaşamdan yararlananların çoxunluğunu, vasatlığını qəbul etmək zorundadır. Deyir, əgər də bunlar özləri kolonialistlər vəsat deyilsələr, qəbul eləmək məcburiyyətindədir ki, hər sümürcəçi bir ölçüdə, yəni bir əndazədə, hər sümürcəçi özünə görə ya bir əndazədə sümürcə yaşamının və bu yaşamdan yararlanan, fayda götürən bir, nə deyilər, vəsətlidir. Çoğunluqla bunlar bir vəsət. Deyir, heç olmasa ki, qəbul yaşa bunların %99'u vəsətdirlər. Dostlar, burada qutardı. Mən sizə can sağlığı arzulayıram. Umarım ki, hər şey istədiyiniz kimi qabağa getsin. Sağ olun. Əgər ömür olsa, sabah xidmətinizdə olam. Hələlik.